Cabir İmanov, əməkdar artistimizin ölümündə mənə ən çox təsir edən bilirsiniz nə oldu? O dünyasını dəyişəndən sonra onun arxasınca bəzilərinin dediyi sözlər oldu. Ən asan işdir ölünün arxasınca danışmaq. Bilirsən axı, sakit uzandığı məzardan qalxıb sənə cavab verə bilməyəcək. Əgər bir insan haqqında sağlığında fikrinizi deyə bilmirsinizsə, onun qarşısına çıxıb onunla bağlı düşüncələrinizi ifadə edə bilmirsinizsə, öləndən sonra da ağzınızı yumun. Vallahi yaxşı görünmürsünüz kənardan, heç yaxşı görünmürsünüz. Bu ümumiyyətlə mənfi fikirləri yazanlar, zamanında filan şey etmişdi mənə, zamanında filan şey etmişdi deyənlər, zamanında bəs o mərdliyinizi dırnaq arası, igidliyinizi niyə göstərmirdiniz, niyə qarşısına çıxmırdınız? Cabir İmanov kifayət qədər ictimaiyyət arasında olan insan olub. Yəni o xüsusi mühafizə ilə evində maşına minib harasa gedib düşməyib ki, ona yaxınlaşmaq o qədər mümkün olmayıb. Məclislərdə də olub, el şənliklərində də olub, tamaşalarda da olub, konsertlərdə də olub. Baxın, idman zalında, yəni dünyasını dəyişən bir əməkdar artistdən danışırıqsa, hətta orada belə gedib, onun qarşısına çıxıb sözü deyə bilərdiniz. Yox, o zaman əgər ürəyiniz olmayıbsa, dırnaq arasında şir ürəyiniz olmayıbsa, kimsə dünyasını dəyişəndən sonra da onun haqqında danışmaq, yəni nə bir kişiyə yaraşmaz, nə bir xanıma yaraşmaz, özünüzü süddən çıxmış al qaşıq kimi